Bəzən olur ki, müsahiblərimlə yarım saatın keçməsi ilə bilirəm ki, 3 saat keçib. Yəni çox təsirli olur. Bu hipnoz dərsində, səslə hipnozdur. Deməli, polis akademiyasında dərs keçməyə getdim, təlim verməyə getdim. Mənə dedilər ki, əvvəlcə məni hazırladılar ki, İradə xanım, orada belə bir böyük kursantlar da hamısı, çox kişi var orada, təksiz qadın olacaq. Bir-iki qadın müəllim də gəlmişdi. Amma yenə də belə birdən səs-küy salarlar, narahat edərlər sizi, bizə bir işarə edərsiniz, biz oradayıq. Dedim, narahat olmayın. Mən onlara bir dənə mentor səsi ilə danışacağam, bir dənə hipnozla danışacağam. Onlar sakit durub, sakit çıxıb gedəcəm. Deməli, danışıram, 58-ci, baxdım ki, 58-ci dəqiqədir. Qəfildən dedim ki, bu dediklərim bura qədər. Çox sağ olun dinlədiyiniz üçün. Hamınıza təşəkkür edirəm. Belə bir yuxudan ayıldılar. İndi o deyir, yox bitməsin. Bu deyir, yox bitməsin. İndi mənə o deyən adam da belə baxır mənə. Deyirəm, görürsünüz? Bir şık da yox idi orada. Çünki səslə hipnoz eləmək olur. Bax, mən sizdən hipnoz səsi ilə danışıram. Bu mentor səsidir. Amma məsələn dəyişək. Lider səsi ilə danışsam, danışacağam və danışdığım da sizi ayıldacaq. Elə bir ki, cəbhəyə get, döyüş, baş gətir. Bu səsdir. Görürsünüz, içinə bir güc gəldi. Bu diafraqma səsidir. Tembri dəyişdi. Bəli. Tembri dəyişir, səs dəyişir, səsin fonu dəyişir. Dur, get, döyüş, gəl. Get, mənə baş gətir. Bu lider səsidir. Amma indi danışdığım, bu rahat, belə dondurma kimi insan boğazından keçir və saatı bilmirsən. İradə xanım, evdə xanımlar ən çox bəylərlə yola getmək üçün hipnoz eləsinlər, bu işləri həll eləmək lazımdır. Neynəsinlər ki, belə danışsınlar? Əslində bunu süni bayaq dedim, boğaz səsinə salsınlar. Boğaz səsi yox. Diafraqma bir çətin səsdir. Bunu deep voice deyirlər. Bunu əldə eləmək kişilər, məsələn, bizdə kişilərdə kim yadıma düşür? Aqilem Quliyevin səsi deep voice. Görürsüz, birdən belə hipnoz gəlir onun səsində. Və o deep voice var onda. Amma bu qadınlarda da ola bilər. Bu diafraqm səsidir. Amma mən məsləhət görmürəm. Nəyə görə? Bu biraz yorucudur. Bunun üçün çox məşq eləmək lazımdır. Asanı sinə səsidir. Bax, indi sizdən sinə səsində danışacağam. Adi qadın kimi, adi qadın səsi ilə. Bu çox rahat bir səsdir və kişilər də bu səsi sevirlər. Ümumiyyətlə, kişi də qadını səslə sevir. Səsdir də bizə hər şeyi sevdirir. Baxın, deyirlər ki, tutalım, Ajda Pekkan belə özünə estetik əməliyyat elətdirib, nə bilim, baxın, Flora xanımın 82 yaşı var, dəqiq bilmirəm. Səsi görürsünüz. Bax, Brilliant Dadaşova. Deyirlər, estetik eləyib, amma səs necə cavandır. Səsi cavansa, səs insanı vizual olaraq arıq göstərir. Mən 110 kiloydum çəki olaraq, indi biraz arıqlamışım. 110 kiloydum. İnsanlar mənim çəkimi, çox çəkimi, insanlar o qədər də çox görmürdülər. Həyatda görəndə dedilər, indi də çox çəkim var, indi də 93 kiloyam. Amma məsələn, səs məni arıq göstərir olduğumdan. Səs cavan göstərir. Bax, 45 yaşım var. Mənim səsimin hardasa 30 yaşı olar. Təxminən. Yəni, Brilliant xanımı da cavan göstərən səsidir. Flora xanımı da cavan göstərən səsidir. Əslində səs insanı vizual olaraq dəyişə bilir. Yəni təqdimatını dəyişir bir növ sənin. Bəli. Və məsələn o gün bir xanım dedi ki, belə qəşəng qadın deyil, amma o qədər gözəl səsi var ki, mən ona aşiq oluram hər dəfəsində. Onun yoldaşı onun əlindən tutub gəzir. Gəzəndə əlindən tutub gəzir. Deyirəm ki, hə. Hətta mən öz yoldaşımı da tanış olanda birinci səsinə qulaq asmışdım. Səsi pis olsaydı mən onunla heç vaxt kontakta girə bilməzdim yəqin ki. Çünki səs bu qarşındakı insanın sənə verdiyi enerjidir. İradə xanım, xanımlarımız neynəsin evdə? Hə, xanımlarımız neynəsin? Birincisi, kişidən qabaq uşaq üçün özünü fikirləşsin. Çünki sən əgər problemli danışırsansa, səsin də qışqıran səsdirsə, sən uşağın da olacaq. Ailələr görmüşəm, bir-birindən qışqıra-qışqıra danışırlar. Ana bala ilə. Onu gətir bura, qışqırır. Vermirəm. Çox rastlaşmışıq da. Sən necə danışacaqsansa, övladın da səndən elə danışacaq. Xüsusən qızın varsa, bu nəzakətli danışmağı özünə adət eləməlisən. Zaten həyat yoldaşı, kişilər çox asan idarə olunurlar əslində. Sadəcə olaraq mürəkkəbi biz seçirik. Məsələn, bir xoş söz deyəndə, bir sözü ürəyinə yatacaq şəkildə deyəndə
O da eləyir. Eləyə də bilmir. Başqa bir onun proqramı da yoxdur. Onu xoş danışdın, o səninkidir. Amma məsələn qadın deyir ki, niyə xoş danışmalıyam? Xeyir olsun. Niyə danışmalıyam? Sadəcə olaraq səsinizi bir balaca, dedimmi, xahiş havasında, elə bir kimdənsə borc alacaqsan, o havada saxlayanda o sənin zaten sənə xidmət eləyəcək. Yəni burada dediyin söz yox. Məlahət eləsinlər səslərin. Bu arada Azərbaycan xanımlarının çox böyük əksəriyyətində məlahət problemi var. 35 yaşına qədər cici səslə danışır əksəriyyəti, 35-dən sonra o səs xarab olur. Çünki indiyə qədər böyük yük altında işləyib. Cici eləyəndə səs telləri yükə düşür və başlayır boşalmağa, xırıltı gəlir, əsmə başlayır. 30 yaşından yuxarı bir çox qadınların səsi əsər xırıldayır. Çünki əvvəl belə danışıb, incə danışmaq üçün. O xırıldayan səs sonra kobudlaşır. Məlahət itir. Məsələn, adicə valideyn sözünü valideyn deyirlər. Valideyn. 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 Anı azca uzadırıq, özü rahat gəlir. Səsi çox incə səsdir. Onu itirdin, sözü kobudlaşdırır. Məsələn, Amerika. Prezident. Görürsünüz, səsi necə gözəl hava verir. Sözün aurasını dəyişir. Biz əslində düşünürəm ki, sərt baxmışıq deyə sərt danışmışıq. Münasibətimizdən doğub da nəticəyə maraqlı olmamışıq, hökmə maraqlı olmuşuq. Qadının funksiyası hökmdə deyil. Qadının funksiyası buradan girib, ürəkdən girib beyində oturmaqdır. Çünki kişi zaten beyinlə idarə olunur. Onunla girə bilməzsən onun içərisinə. Onu nüfuz eləmək üçün buradan keçməlisən. Kimi inandıra bilərsən? Məsələn, biz həyatda bir çox uğurlarımızı qazanardıq, inandıra bilsəydik lazım adamları. İnandırmaq üçün, məsələn, bir uşağı tökür yerə oyuncaqlarını. Deyirsən, adam da belə iş görər, ağıllı qız belə iş görər, məntiqinlə danışırsan. O nə edir? Başlayır qışqırmağa. Amma məsələn, keçirsən, duyğusal. Ana yorulub, gəl anaya kömək eləyək. Duyğularına müraciət eləyəndə əvvəlcə deyəcək, yox eləmirəm. Deyirsən ki, axı mən çox yorulmuşum, mən bilirəm sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Gəl anaya kömək eləyək, bir yerdə yığaq. Girdin ürəyinə, onu yığacaq. Artıq istəklə bağlayırsınız onu. Sağ ol. Yəni kimsənin ağlına girərək onu yönləndirə bilməzsiniz. Amma duyğu, bax bizdə alimlər, ümumiyyətlə dünyada belədir. Alimlər dünya ulduzlarından nə qədər varlı olsalar da kasıbdılar. Dünya ulduzları çox varlıdır. Çünki onlar hissə müraciət edirlər, ona qədər pul qazanırlar. Bizdə ən zəif müğənni, belə deyək də, alimdən yaxşı yaşayır. Çünki duyğulara müraciət eləyənə biz könlümüzü açırıq, pulumuzu açırıq. Məsələn, mən deyirəm ki, tutalım, mənim təlimim tutalım da, ayda 1000 manatdır. Onu fikirləşir ki, mən bu təlimə görə sən 1000 manat vereyim. Amma sabahları qaçır, bir müğənni deyir ki, 5000 manat, yarım saat gəlib oxuyacağım, deyir, qurbandır sənə. Aldığı ləzzət. Bəli. O düşünür ki, mənim təlimimdən az ləzzət alacaq, oradan çox ləzzət alacaq. Yarım saat ləzzət üçün 5000 verir. Yəni, amma durum buranı doldurum, inkişaf eləyim onun üçün. Mən yox, digər təlimlərə də. Məsələn, bizdə desən ki, bir təlimə 1000 manat ver, o deyir, öyle təlim olar. Nə inir ki orada? Yarım saata gəlir, nə inir ki orada? Oxuyur, fonoqramasını gedir də.